Adam hansısa bir şöbə müdürü, görmüşəm ki, 35 yaşında şöbə müdürüdür filan idarədə, amma indi başlayıb proqramlaşdırmaya. Soruşursan ki, niyə? Deyir, gördüm ki, burada həm məvacib, həm rahatçılıq daha çoxdur və mən motivasiya oldum. Deyir, baxıram ki, mənlə eyni yaşda olan adamlar var ki, okey, mən şöbə müdürüyəm, amma mən o qədər təzyiq altında işləyirəm ki, bunlar çox rahat işləyirlər. Axırda okey, mən şöbə müdürüyəm, filan qədər maaş alıram. Bunlar developerdir, filan qədər maaş alırlar. Demək olar ki, eyni maaş alırıq, amma bunlar məndən rahat yaşayırlar. Və onu belə fikirləşənlər var ki, yəni bunlar sərbəstdirlər də, bunlar üçün iş, stress nisbətən azdır. Düzdür, əslində proqramçıların kifayət qədər stress altında işləyirlər. O adamların çoxu baxırlar ki, developerdən iş sistemi daha rahatdır, keçsin buna. Hansı pozisiyada olursan ol, iş yükü hamısında var, stress hamısında var. Yəni vallahi mənim özüm bir neçə başım ağrıyır yeni bir layihə yazanda. Düşünürəm ki, yəni bu işin də çətinliyi budur.